Biz 400 manata artıq bu minimum əmək haqqını çatdıra bilmişik. Biz bu islahata başlayanda ölkədə minimum əmək haqqının məbləği 130 manat idi. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev Milli Məclisdə çıxışı zamanı belə deyib. Nazirin bu çıxışına sosial mediada saysız hesabsız şərhlər gəlib. Kamal Quseynov yəqin ki, bir çoxlarının vermək istədiyi sualı verib. Sən 400 manata yaşaya bilərsən? Qalib Seyfiyev isə yazıb ki, axı qiymətlər də artıb. Məsələ burasındadır ki, 130 manat indinin 400 manatından bərəkətlidir. Elə danışırsan ki, güya minimum maaş artıb, amma qiymətlər yox. Qalib Seyfiyev yazıb. Ağa Əliyev nazirə belə bir təklif verib. Cənab nazir, minimum 800 manat olmalıdır, 400 manat yox. Bir ayda 400 manat ancaq kommunal və xeyir şərə heç çatmır, nəinki ərzağa. Hələ cərimələri demirik, borc üstünə yığılır. Yox, bu dəfə gərək qaytaram, canım qutarsın. 50 manat nədir ki? 6 aydır kişinin üzünə baxa bilmirəm. Əbiş Abbaszadə isə öz problemlərindən yazıb. Əmək haqqı 356 manat pul alıram. Evimdə 2 az yaşlı əlil övladım var. Heç nə onların yemək, nə də dərmanını ödəyir. Hər gün də ərzaq qalxır. Çox pis vəziyyətdir vallah.